Vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar, Şərq TV-ni izləyirsiniz. Ölkədə və dünyada baş verən ən yeni xəbərlərlə qarşınızdayıq. Studiyada Aybəniz Səfərovadır. Bugün Türkiyə Prezidenti Rəcəb Tayyip Erdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Danışıq zamanı Türkiyə lideri İlham Əliyevə ad günü münasibəti ilə təbriklərini çatdıraraq ona prezidentlik fəaliyyətində uğurlar arzulayıb. Dövlətimizin başçısı isə göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib. Telefon söhbəti zamanı Erdoğan Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın Azərbaycana səfərini qeyd edərək iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətləri arası komissiyanın Bakıda keçirilmiş 12-ci iclasının uğurlu nəticələrini vurğulayıb. Telefon danışığı əsnasında dövlət başçıları əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıblar. Prezident İlham Əliyev bugün Ağdam şəhərinə köçən sakinlərlə görüşü zamanı mühüm açıqlamalar verib. Prezident qeyd edib ki, müxtəlif regionlarda silahlı toqquşmalar baş verdikdə beynəlxalq təşkilatlar və aparıcı dövlətlər adətən sanksiya mexanizmlərini işə salırlar. Onun sözlərinə görə sanksiyalar konkret nəticələr vermək gücünə malikdir. Dövlət başçısı həmçinin bildirib ki, vaxtilə Ermənistan kimi kiçik və kasıb ölkəyə qarşı da sanksiyalar tətbiq edilsəydi, işğala daha tez son qoyulardı. Lakin sanksiyalar əvəzinə bəziləri tərəfindən Ermənistana milyonlarla deyil, milyardlarla dollar dəyərində pulsuz silahlar verilib. Bakıda Şəhidlər Xiyabanında qeyri-etik videolar çəkən Səudiyyə Ərəbistanının 3 vətəndaşı 2 il müddətinə azadlıqdan məhrum ediliblər. Verilən hökmə əsasən məhkum olunan şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkəcəklər. Cəzalarını çəkdikdən sonra isə onlar Azərbaycandan məcburi olaraq çıxarılacaqlar. Qeyd edək ki, dövlət ittihamçısı onların 4 il müddətə azadlıqdan məhrum edilməsini istəmişdi. Xatırladaq ki, söz gedən şəxslər bu ilin avqust ayında Şəhidlər Xiyabanına gələrək bir neçə şəhidin məzarı üzərində qeyri-etik hərəkətlər edib çəkdikləri videonu sosial şəbəkədə yayıblar. Türkiyənin paytaxtı Ankaradan Liviyanın Tripoli şəhərinə uçan təyyarə qəzaya uğrayıb. Hadisə təyyarə dünən axşam Ankara Esenboğa hava limanından qalxdıqdan qısa müddət sonra baş verib. Qəza nəticəsində ümumilikdə 8 nəfər həlak olub. Ölənlər arasında Liviya Silahlı Qüvvələrinin baş qərargah rəisi General Məhəmməd Əli Əl-Həddad və daha 4 rütbəli şəxs var. Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikayanın bildirdiyinə görə Haymana rayonu yaxınlığında təyyarədən təcili eniş tələbi daxil olsa da, bir müddət sonra qalıqları sözügedən rayonunun Kesik-Kavak kəndində aşkarlanıb. Hadisə ilə əlaqədar Liviyada 3 günlük matəm elan edilib. Dekabrın 25-nə gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər bəzi yerlərdə çiskinli, axşam isə arabir yağıntılı olacağı gözlənilir. Havanın temperaturu gecə 3-6, gündüz 6-9 dərəcə isti olacaq. Rayonlarda isə havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər-şəhər rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda isə qar yağacağı ehtimal olunur. Havanın temperaturu gecə 0-5 dərəcə isti, gündüz isə 7-11 dərəcə isti olacaq. Bugünə çatdıracaqlarımız bu qədər. Ən son xəbərləri Şərq TV-dən izləməyə davam edin. Diqqətiniz üçün minnətdarıq.